Allahu Ekber, Allahu Ekber. Bir dənə firqə gətir, sələfdən qeyri, tohid əhli olsun. Tohid əhli, əməldə tohid və sünnət əhli, dildə yox. Əməldə tohidi yaşasın, tohidi həyatının əsası, dəvətinin təməli eləsin. Oturanda, duranda ondan danışsın, ona yatsın, ona dursun və ona nəfəs alsın. Və öləndə də onun üzərində ölsün. Yoxdur, belə bir tapa bilməyəcəksən. Biri hakimiyyətdən danışır, xavarislər, Kreslur davası edir. Biri imamətin aşiqləridir, şirk içində batıb gedir. Ömər, o da Kreslur davasıdır. Niyə o birinci gəlmədi, bu birinci gəldi. Biri sufi oradan özü üçün axmaq bir dənə proqram qurub, şeyxindən proqram alır, zikirzad. Daha mən namaz qılmıram, niyə? Yəqinliyi dərəcəsinə çatmışım. Sufiliyin axmaq təriqətləri. Biri oradan tohid əhli bir dənə firqə gətir. Subhanallah. Bir dənə söz deyirəm. Bizə bugün dünyada olan bütün firqələr Vahabi deyir, demir. Niyə görə? Niyə görə? Muhammed ibn Abdülvahabın tohid dəvətinə görə. Bizi bugün tohid əhli olduğumuza görə tən eləyirlər. Gör nə gündədirlər. Yəni ehtiyac yoxdur ki. O cahillər ola bilsin deyir niyə görə? Oxşadır. Olursa onlar da sıqqaça. Əqidə təmiz ayrıdır. Demək istədiyim onların məsələn dəvətin əsası tohid deyil. Onların dəvətin əsası var bəzi məsələlər. Cihad, hakim odur. Tohiddən başqa bir dəvə çəkir. Biz dayı bugün Havarizlərin yanında tohiddən onlar bizi güyürlər. Ha buna baxır. Tohiddən danışan baxır. Bir hakimiyyətdən danışır. Kreslur. Əsas odur deyir. Bir dənə bugün tohiddən bax Muhammed ibn Abdülvahab rahmanullah yazdığı bir dənə kitablara bax tən eləyirlər ha yazdığı kitablara bax daha Xomeyni kimi kitab yazmıyor bax ağızdan daşdan yaratdığını diləmək şirk sayılmır bizdə yazdığı kitabların adını deyirəm və risalələrini La ilahə illallah onun şərtləri, fəziləti Kitab-ı Tevhid kitablarında demiyorlar ki öz kəlməsi olaraq heç nə qoymuyor ayə və hədisləri yox Kitab-ı Tevhid ayə hədislərdən ibarətdir Tevhid kitabı Tevhidə dair ayə və hədislər toplayır Usul-ü sələsə din rədd və peyğəmbər hansı ki qəbirdə sual verilməsi Kəşf-ü şübuhat Kəşf-ü şübuhat qəbirə ibadət edənlərin şübhələrinin rəddi bu insan tevhid üçün yaşayır və onun övladları və nəvələri hətta bu günəcə onun kitablarını şərh edirlər, tevhid kitablarını və öldürürlər nəvələrini hətta biri tevhid kitabını tam şərh edə bilməyib, yarımçıq qalıb öldürdülər deyənə sufilər zadlar, hansı ki tevhidi şiələr zadlar, tevhidi sevməyənlər əhl-i-sünnə daima bununla tanınır daima əhl-i-sünnəyə tən edilib cürbəcür adlarına, vahabi, zad, belə şeylər bugün əhl-i-sünnədən neçə yaşımız var? Siz neçə ildir namaz qılırsınız? Elhamdülillah. Vallahi tam əminliyini bunu bil. Nə sən, nə mən, nə də burada olanlar heç kəs. Ömrümüzün axırınacan bu dəvət üzərində əhl-i-sünnədən qeyri başqa bir şey görməyəcəksən. Tevhidə çağıran və tevhidlə yaşayan. Başqa bir şey tapa bilməyəcəksən. Yəni axtarma. Hələ bir şeydən başlayır. Hətta mən demişəm sizə, universitet bu ərəb dilinə xəttim yaxşı olduğuna görə Daskada universitetdə uşaqlar həmişə Bismillahirrahmanirrahim yazırdılar. Bir də daskanı təmiz siliblər, yublar, təmizliblər. Uşaqlardan biri mənə dedi ki, dur, orada Bismillahirrahmanirrahim yaz, xəttin yaxşıdır. Mən də durdum, yazdım, وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدُعُ مَعَ اللّٰهِ أَحَدًا Məscidlər Allah'a aiddir. Allahdan qeyrisini çağırma, Allahdan qeyrisini səslənmə, Allahdan qeyrisini dua eləmə. Bu ayəni yazdım, amma bilə-bilə yazdım. Oturan kimi, batır axı. Tevhid iynə kimi batır. Niyə narahat olursun sən? Sən fəxrləməlisən ki, qardaş Allah razı olsun, Allah razı olsun, فَلَا تَدْعُ مَعَ اللّٰهِ أَحَدًا altında İyyəkə nəbudu və İyyəkə nəstəyin də yazsın. Düzdürmü? Sən bu deməlisən mənə. Oturan kimi tələbələrdən biri, adını çəkmirəm, qahti dedi ki, belə elədi, belədi. Yazmağa başqa ayə tapmadı. İki kişi müsəlmansın, özü müsəlman deyirsən də. Yazmağa başqa ayə tapmadı. Özü ayələri bölüblər. Bu ayələr Vahabilərin ayələri. Mə belə deyirlər də. Bu indi tələbədir, qanmazdır, nəysə getdi. Müəllim girib içəri. Gidib belə baxır. Fələ təlum Allah. Kim yazır bunu?
göstərdilər məni, sən fikir et, deyir, nə demək istəyirsən? Deməli, ayə ona nəsə deyir. Mən ona deyirəm ki, ayə sənə nəsə deyir. Deyir, sən nə demək istəyirsən? Deyirəm, mən demirəm, Allah Azə və Cəllədir. Çünki kəlam mənim kəlamım deyil, mən sənə deyim nəsə. Mən orada öz sözümü yazsam, sən mənə deyərsən ki, nə demək istəyirsən? Mən deyərdim ki, deməli, o sənə nəsə deyir. Deyirsə Allah Azə və Əxi, bu bilsən nəyin dəllidir? Tələbə olsun, müəllim olsun, dəxli yoxdursa, qoca kişi olsun. Xəmirləri belə yoxulur, toğid batır. Xoşları gəlmir, Quranda ayələr var. Quranda açıq aydın ayələr var ki, ya Muhammed, onların yanında fikir ver, onların yanında Allahı tək olaraq zikr etdin mi, üzləri qırışar, qəzəblənər və üz çevirib dönərlər. Allahdan qeyrilərinin adlarını çəkdir, fərəhlənərlər. Həmin şeydir. Bugün əhl-i-sünnə kimin yanında tohiddən danışır? Bax, bir dənə problem, bir dənə söz sürəm sizə. Gedin bunu praktikadan keçirin. Kimin heç nə eləmir. Otur. Və 2 dənə şiyə. Sən də otur yanında. Və vallahi, praktikadan keçirin. %100 təminat da bu. Otur, başlı söhbətləmək tohiddən. Yalnız tohiddən. Çox yox. Gör 10 dəqiqə səbirliyəcəklər. Yox, açmayacaq, o saat dinlənəcək, nə demək istəyirsən, mövzunu dəyiş. O şimdi bilsən nə var, toğudda belə çox-çox la ilə illallah deyirsən, Qədirxumda bilsən nə oldu. Və biri qadir deyir ki, bura bax, görən yaman la ilə illallahdan danışırsan, Peyğəmbər yataqda kağız istədiyə qələm. O fikir də sırası. Yəni necə danışırsan də, fikir orada sahabəni söyləyir. Çünki bu maraqlandırmır. Bir dənə problem danış. Gör, əxi, gör necə reaksiya verirlər. Bu bilsən niyə belədir, əxi? Çünki nəfs qəbulləmir bunu. Nəfs qəbulləmir, qardaş bunu. Qəlbdə yoxdur bu şey. Ona görə yəni də deyirəm, dəvətinizi qurun tohid üzərində, nəsə tohiddən söhbət ilə. Çünki bunun bərəkəti var Allahın ismində.